Asan müraciət informasiya sisteminin fəaliyyəti ilə bağlı tədbir təşkil olundu. Toplantı müvafiq sistem çərçivəsində ötən il ərzində həyata keçirilən fəaliyyətin yekunlarına həsr edildi. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə asan müraciət informasiya sisteminin əhəmiyyəti barədə danışdı. Bildiyiniz kimi, Cənab Prezidentin sərəncamı ilə asan müraciət informasiya sistemi yaradılıbdır. Bu sistemin əsas məqsədi ictimai əhəmiyyətli, infrastruktur təyinatlı hər hansı bir problemləri vətəndaşlar aşkar edərsə, bu sistem vasitəsilə, mobil tətbiq vasitəsilə həmin problemi həll etməli olan məsuliyyət daşıyan quruma göndərə bilir. Bu, həm vətəndaşlarımızın problemlərin həllində iştirakçılığını təmin etmək üçün unikal bir sistemdir. Eyni zamanda dövlət qurumları, dövlət təşkilatları üçün də problemi vətəndaşların vasitəsilə daha operativ müəyyən etmək və ona çevik reaksiya vermək, o problemi həll etmək üçün yaradılmış bir sistemdir. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev statistik məlumatları da açıqladı. Ötən il ərzində 25 minə yaxın vətəndaş bu mobil tətbiqdə qeydiyyatdan keçibdir və 12 minə yaxın problem bu sistem vasitəsilə göndərilib aidiyyatı qurumlara və aidiyyatı qurumlar tərəfindən də bu problemi həll edilir. Növbəti illərdə təbii ki, bu asan müraciətdən istifadə sayı və imkanları daha da genişləndiriləcəkdir. Müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən asan könüllülərinə təşəkkürnamələr təqdim olundu. Qeyd edək ki, asan müraciət sisteminin və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ sürətdə aidiyyatı dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir. Hazırda asan müraciət informasiya sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə müraciətlərin qəbulunu və aidiyyatı üzrə göndərilməsini təmin edir. Naxçıvan istisnadır. Mobil tətbiqi iOS və Android əməliyyat sistemlərindən yükləmək mümkündür.